o söhbəti mənim üçün danışıblar. Bir yaşlı kişi, mənim məsələsini tutan bir 25 yaşım olanda o 80-dan çox idi onun yaşı. Mənim üçün söhbət elədi ki, atam Sabirlə qarpız xırı əkmişdi ortaq. Atam da Əli Ekbər aşığı idi. Qarpız xırda tutub, yaxşıdır. Sabir dedi atama ki, bir dənə Cənab Əli Ekbər haqqında mərsiyə yazsam, bu məhsulu mənimlə necə bölərsən? Atam dedi ona ki, 3 hissəsi sənin, 1 hissəsi mənim. İndi biz bayağı Sabirin hər sahədə Sabir olmağından danışdıq axı. Eyni zamanda da mərsiyələrində. 2 gün keçir üstündən Sabir bir mərsiyə ilə gəlir. Mətləsi budur ki, yəni onun mətləbi idi ki, baxdı çün Əkbərinin nizədə Leyla yüzünə, gördü zülfü tökülüb çün şəbi yelda yüzünə. O ki, o əsirləri ki, aparırdılar Şam'a gedəndə, başları vurmuşdular nizələrə. Ana gedir, oğlunun başı da nizədə qabaqda. Baxır oğlunun yüzünə. Baxdı çün Əkbərinin nizədə Leyla yüzünə, gördü zülfü tökülüb çün şəbi yelda yüzünə. Bir müddət bu iki çün üstündə mübahisələr gedirdi. Bu çünün biri çünki mənasındadır, biri necə ki. Baxdı çün, necə ki baxdı, Əkbərinin nizədə Leyla yüzünə, gördü zülfü tökülüb çün şəbi yelda yüzünə. Yelda gecəsi kimi qaranlıq sası tökülüb yüzünə. Gəldi şurə, dedi ey şəm-i şəbistanım oğul, getmədim kamı müradə, məhitabanım oğul. Həsrətim dildə qalıb, çıxmadı bu canım oğul, gəlməyəydi anan ey kaş bu dünya yüzünə. Burada da Sabir. Bir yeri var deyir ki, dedilər kimdir bu avrət bizi nalan eləyən? Bəlkə Leyladır bu Məcnun kimi əfqan eləyən. Səni ey tazə cavan, qanına qəltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra yüzünə? Sabira, hər eləza saxla Əli Əkbərəsən, Kərbəlada gedib ağla o şəhid davərəsən, gəl qiyamətdə bu cəm ilə səfi məhşərəsən, qalma həsrət iki dünyada o Mövla yüzünə. Belə bir nohə. Diyor, atam dedi ona ki, sən bunu yazmışsan. Amma bunu nə bilim ki, o xırın 3 hissəsinə dəyər bu mərsiyə ya deyməz. Mən ədəbiyyatçı deyirəm axı. Göndərirlər Nohəni Şirvana, Şamaxıya, Həcc Seydazım üçün. Bir həftədən sonra Həcc Seydazımdan bir dənə kağız gəlir, boş kağız, arasında da bir lələk. Bu nə deməkdir? Sabir deyir ki, Seyid demək istəyir ki, mən bu Nohədən sonra da Nohə yazmaram. Nohə yazmağı başladım sənə. Bundan sonra sən yaz.